Deməli, baxaq Mahirə, elə oxu birinci sualı. Hansı karbohidrogenlər normal şəraitdə qaz halındadır? Ay sol. Mahirə, C6H6 benzol. Benzol. Maye idi. Afərin. Mahirə, alkandır C5. 5 olan hansı aqreqat halındadır? Qaz halındaydı. Yox, Mahirə, C1, C4 qazdır. Bu da mayedir, yaxşı? Maye. Amma bu alken, bu da alkan. Hər ikisi qaz aqreqat halındadır. 1 ilə 3 sual, düzgün cavaba variantı. Sadə formula CH-a uyğun gələnlər dərs izahında dedim. Asetilin, benzol, stirol, məsələn, Y variantına bir dənə baxın. 2-ni ortaq vuruq çıxarsaq, CH formuluna uyğun gəlir. 6-ni ortaq vuruq çıxarsaq, yenə CH formuluna uyğun gəlir. Gələk 3-cü suala. Nurlan, ekran görsənir? Bəli, mənim. Nurlan, deyir ki, şəkildə neçə maddə təsvir edilmişdir. Deməli, biz bunların adlarını yazmalıyıq. Yoldaşlar, bir dənə bax, bunlar yanaşıdır. 1-2. 1-2 dimetil benzol. Bunlar da yanaşıdır. Yenə 1-2 dimetil benzol. Bu ikisi eyni maddədir. Eyni maddə. Sonra bu hansı vəziyyətdir? 1-4. Sonra bu hansı vəziyyətdir? 1-2. Bu hansı vəziyyətdir? 1-4. Elə bir yoldaşlar, bu üçü eyni maddədir. Bu ikisi də bir maddə. Məsələn, tutaq ki, Güləndam eyni insandır. Güləndam indi qoşulub olsun Mahirə. Mahirə tutaq ki, bir dəfə evin bu küncündə dayanır. Bir dəfə bu küncündə, bir dəfə bu küncündə, bir dəfə də tutaq ki, bu küncündə. İstənilən halda Güləndam, sən sadəcə vəziyyətini dəyiş. Mahirə, sən sadəcə vəziyyətini dəyişirsən. Kimliyin dəyişir sənin? Xeyr. İndi maddələr də o şəkildədir. Bax, fikir verin, hər halda 1-2 vəziyyətdədir CH3 radikalları, amma söhbət eyni maddədən. Bu bircə dənə maddədir, bu ikisi də ümumilikdə bir maddədir. Olur 2 dənə maddə. Bilmirəm, fikrim aydın oldu yoxsa yox. Başa düşdük uşaqlar? Bax, belə. Bunlar biraz rahat suallardır. Bax, C6, C7H16, tololun formulu, tolol, bəli, 2-6-dır da. 7 qoysaq, C7H neçə eləyəcək? 8. İndi baxaq, 16-dan 8 çıxsaq neçə hidrogen qalır? 8. O da neçə mol hidrogen deməkdir? 4 mol. 4 mol. Cavab eləyəcək, məsələn, D variantı. Sonra 5-ci sual. Bu artıq əzbərə dayanan bir sualdır. Burada cavab A variantıdır. Bax, benzol C6H6 üzərinə gəlsin 6 mol xlor 2, alınırdı C6 xlor 6 üzərinə gəlsin 6 mol H xlor. Yoldaşlar, burada katalizator nə götürürdük? Alüminium. Bəli, alüminium xlor 3. Cavab A variantı. Sonra sikloheksan, yoldaşlar, heç formulu yazmasaq da, siklik birləşmələrdə neçə mol hidrogen çıxanda benzol alınırdı, yəni aromatik? 3 mol. 3 mol. Amma alkanlardan neçə mol hidrogen çıxsaq? 4 mol. Və yaxud da bunu yadınızdan çıxartmışsınız qaydanı. Sikloheksanın formulunu yazaq. C6H neçə eləyəcək? H6. Mahirət, siklo birləşmə. H12. Ay, sol, nəzim. Benzol alınıq. C6H6. Bir dənə fikir verək. Hidrogen 12-dən 6-ya düşür. Nə qədər azalıb? 6 hidrogen atomu qədər. Amma bizə bəsit maddə kimi verib? 3 mol. Bəli, 3 mol hidrogen qazı. D variantı. 7-ci sual şifahidir Nəzrin. C variantı. Bəli, 8-də denən, 9-da denən. 8'de de 8'de C variantı. Bəli. 9-da 9'da da A. A variantı. 11, 10. 10'da Y. Bəli, yəni bunlar rahat suallar. Nurlan 11. On birdə B. Bəli, sadəcə yerinə 8 qoyursan. 12-ci suala baxaq Gültəkin. Benzol sırası karbohidrogeni, hidrojen, Bayla- CH2 yazaq Ay, formulu. sol. Elə bir bax burada. Hidrojen Bax bu N'in yerində N+1 dayanır. Yəni Ay, sol, ay, sol. Bizdən də karbon soruşur, yəni N-i soruşur. Yox, N də nəyə N+1. bərabərdir? Bəli, N+1-ə bərabərdir. 13-ü denən Gültəkin. C3 H8-i o da eləyəcək. Vay. Həməndir.
ayıb olsun. CH-6-da varmı? Bəli, CnH2-6-dır. Yaxşı, bəs aromatik karbohidrogenlə, benzol karbohidrogenlə birinci nümayəndəsi neçənci karbonla başlayır ay Gültəkin? Benzolda neçə karbon var ay Gültəkin? Heç. Ay Gültəkin. 3 nədir? Benzolda neçə karbon var? 6. 6. Birinci nümayəndə benzoldur. İkinci nümayəndəni deyilin. Bax, əsəb vurdu, istilənirəm. İkinci nümayəndədə onda neçə karbon olacaq? C7. C7. 3-də? Hissədə C8. İndi hidrogenini düzəlt. C7H10. Ay bala. Həmin. Üçüncü nümayəndədə dedik neçə karbon oldu? Şaşmadım. Gültəkin. Bax, benzol sıra karbohidrogenlərin ümumi formulu CnH2-. 6. Birinci nümayəndə Gültəkin birinci karbondan başlamır. Birinci nümayəndə neçə karbondan başlayır Gültəkin? 6. İkinci nümayəndə 7. Sən riyaziyyat müəllimi səni çox yorub bugün deyəsən. Üçüncü nümayəndə neçədən başlayır? Neçə olacaq onda? C8 olur. Ay, sağ ol. İndi E'nin yerinə 8 yaz, hidrogeni tap. 18. Onda olacaq C8H10. 10. Səndən də soruşun, cəmi neçə atom var? Neçə atom var? 18. Diqqətli ol Gültəkin, sən nə olub bugün? Gedib yorulmuşsan, gedib qəbulda da bunu səhv yazsan, özündən küs. Düşsə əgər. Yaxşı, Mahirə 14. Daha en yerine en plus 1 var. Hidrogenim 2n-6 delə. Deməli, E'nin yerinə nə qoyuruq? En plus 1. Afərin. Birbaşa 2n-4 delə. Düşə bilər. Bu tip suallar görürsünüz ki, hələ düşür. Nəzrin 10, 15, 16-ya bax Nəzrin. Birini denən bəsdir, 15-i denən. On 10 karbon atom varsa, bəli, CnH2-6-dır. 10 yazsaq, 14. Nəzrin 16-dır, rahat sualda 17-yə bax. Strol olur. Deməli. Nəzrin strolun benzol nüvəsi var, o aromatik birləşmədir. İzopren. Bəli, izopren alkadenlərə aiddir elə. Bax, formulda buydu. Nurlan yada düşür. Bəli, mənim. İndi Nurlan, 18-ə bax. 18-də strol. Bəli, stirolda da, həm stirolda. Uşaqlar, bax, testlərdə bu çox düşür, yadınıza saxlayın. Deməli, stirol, butadien 1,3, butadien 1,3, benzol və xlorpren. Yadda saxlayın. Bu 4 maddədə bütün karbon atomlarının hibridləşməsi sp2 və yaxud da formulu yadınıza saxlaya bilərsiniz. Burada bəli, Nurlan düzdür, stirol olacaq. Davam edirik. Bax, birinci qrup səviyyəli bir sualdır. Gəlin 19-cu suala baxaq. Nurlan özün oxu. 39 qram benzolun üzərindən dəmir 3 bromidin iştirakı ilə 1 mol brom keçirdilər. Alınan üzvü maddənin kütləsini hesablayın. Ayso. Deməli, Nurlan, söhbət benzolun üzərinə brom gəldiyir elə. Katalizatorda Nurlan verib dəmir. Bu halda Nurlan bir vəziyyətdə əvəz olunur elə. C6H5 brom üzərinə gəlsin. H brom. Nurlan, şərtdə verilən hər bir şey biz bunun təpəsindən yazırıq. Yəni yuxarıdan. Benzolu verib 39 qram. 1 mol brom keçirildi. Alınan üzvü maddədən. Söhbət bax bu maddədən gedir. Bu maddəyə yazıram x qram. Nurlan, benzolun öz kütləsi reaksiya görə nə qədərdir? 78. Alınan maddənin kütləsini də özü verib 157. 2-yə böl da. 2-yə bölündə nə qədər eləyəcək? 78/5 eləməlidir. C variantı. Aydındır? Bəli. Bəli. Digərlər başa düşdük. Rahat bir sual. Gələk 20-ci Nəzrin. Nəzrin, metil sikloheksan budur. Bunun 3 mol dehidrogenləşəndə Nəzrin nə alınır? Klor.
Ay sağ ol. Nəzrin, toluğun da oksidaşmasından Necə düşsün? bəli, bəli. Yuxarı nəzrin COH olacaq, yaxşı? Nəzrin, COH turşudur, benzola birləşdiyinə görə deyəcəyik benzoy turşusu. Yadda qalar Nəzrin? Bəli. Bax, yaxşı. Davam edək. Gültəkin 21. Hansı benzola aiddir? Karbon atomları sınırlanmasında karbon atomları speci. Gültəkinə şifahi baxanda deyə bilərsən bunu. Bax, benzolun formulu nədir? Orada 12 sigma reaktor var idi da. Bəli. Çünki siklik birləşmədə sigma reaktor atomların cəmrinə bərabərdirlər. Aynen. Bəli. Aydındır? 22-yə də bax. Tolol için hansı ifadeler doğrudur? Tolol budur. SP2 demiştik vəziyyəti. Yox, hamısı yox. Nəzrin. Nəzrin deyirəm. Gültəkin. Diqqətli ol, tələsmə. Onda içə çıxaq. 3-ü niyə çıxırıq? Çünki burada bir dənə CH3 var. CH3-ün birləşməsi nədir? SP3. Gültəkin, tələsməyin. Çox rahat sualları səhv edirsiniz, mən əsəbləşirəm. Qızdırıldıqda kalium permanganat məhlul rəngsizləşdirir. Yoldaşlar, bu doğrudur yoxsa yanlış? Doğrudur da. Doğrudur. Benzol videosunda göstərmişəm. Benzoldan fərqli olaraq tolol kalium permanganat məhlul rəngsizləşdirir. İkinciyə bax. Getdi. Metil İki də doğru. Bəli, bayaq deyirik. Metil sikloheksanın katalizator iştirakının dehidrogenləşməsindən alınır. 2 də doğru. Aha, davam edək. Nurlan, Bəli, müəllim. oxu. 50% praktiki çıxma olan reaksiya ilə 460 qram toluol almaq üçün neçə mol heptan lazımdır? Bax uşaqlar, heptan nədir? C7H CnH2+2 16. Deyir ki, toluol almaq üçün neçə dayan görün. Praktiki çıxımı bu qədər olan reaksiya ilə bu qədər toluol almaq üçün neçə mol heptan? Deməli, yoldaşlar, biz bilirik ki, heptanın minus 4 mol hidrogenləşməsindən alacağıq nə? C7H8. Yəni, Tolol. toluol. İndi bax, Nurlan, məsələnin tərsinə verir uşaqlar. 50% praktiki çıxımı olan bu qədər toluol. Deməli, bax, bu toluol 50% çıxımla alınır. 460-ım. Əgər 50% çıxımla alınmışsa, mən hər şey reaksiyaya görə işləyirəm. Nurlan, hər şey reaksiyaya görə işləndirsə, deməli, neçə faiz götürək? 100%. Buradan da x bərabər, deməli, 920 qram toluol reaksiyaya görə alınıb. Yazıram toluolun təpəsinə 920 qram. Deyir ki, neçə mol heptan? X mol heptan. X mola 920-dirsə, 1 mola 92. X bərabərdir uşaqla neçəyə? 10. Nurlan, aydındır? Bəli, müəllim. Bax, belə sualları çox görəcəksiniz. Sizdə oldu. Deməli, belə suallar görəcəksiniz, ehtiyatlı olun. Nurlan, bugün Bakıda hava necədir? Bu gün yaxşıdır müəllim. Yaxşıdır. Dünən vəziyyət ev olanda sən hazırlıqdaydın, yoxsa yox? Yox, mənim evdəyim. Allah bilir. Yaxşı, Mahirə, oxu görək. 24. Hansı hər iki maddə bütün karbon atomları SP2 Mahirə, SP2 düşməyib. Bayaq danışdıq. sterol Divinil, yəni divinilin başqa adı nədir? Butadiyen 1,3. dediğim bilir. Bəli. Bir də Matematik. benzol, bəli. Benzolda SP2. Yaxşı Mahirə, o birisini oxu. Sterol molekulun içə sigma rabitə sp2s orbitalların ötürülməsiyle əmələ Gəlin bax. gəlmişdir. Bax yoldaşlar, stirol budur. SP2S Mahirə bizə nə demək istəyir? Bir dənə sp2 karbon, bir dənə də hidrogen. Afərin, afərin. Mahirə, bax, bu təpələr CH-lardır da. Hə. Mahirə, benzol nüvəsində olan bütün karbonların hibridləşməsi. sp2 Deməli, Mahirə, 1, 2, 3, 4, 5 dənəsi buradadır nüvədə. Mahirə, o cümlədən biri buradadır, bu karbonlar SP2-dir ha. hə, 5, 6, ikisi də burada Mahirə.
8. 8 dənə deməli SPÇS var. Uşaqlar başa düşdük. Nəzrin, Nurlan, Gültəkin, Mahirə, sən özün. Başa düşmədisə bir də deyim. SPÇS nədir? SPC vəziyyətdə olan karbona birləşmiş hidrogenlərin sayı. Mahirə SP3, S soruşsaydı məsələn nəyi tapardıq, nəyi axtarardıq? SP3 karbona Birləşən, bəli, hidrogenlərin sayı. Yoldaşlar, davam edirik. Nəzrin, 26-27-də oxu görə 26-nı. Hansı sırada olan bütün maddələr kalium permanganatın suda məhlulunu rəngsizləşdirmir? Ay, sağ ol. Deməli, Nəzrin, əsasən biz doymuş maddələr, yəni alkanları götürərik, bir də benzol, elə? Çünki benzol kalium permanganat məhlul rəngsizləşdirmir. İndi gör variantlardan nə var, Nəzrin? C variant. Baxaq. Bax, butin rəngsizləşdirir, getdi, doymamışdı. Etilen doymamışdı. Propilen doymamışdı, buten doymamışdı. Bəli, C variantı. Benzol rəngsizləşdirmir, propan rəngsizləşdirmir. Yoldaşlar, polistirol niyə rəngsizləşdirmir? Niyə? Çünki polistirol artıq polimerdir. Bunun makromolekulunda, belə deyək, doymamışlıq yoxdur. Stirol özü rəngsizləşdirir. Niyə? Çünki stirol budur elə. Bax, stirol. Burada doymamışlıq var elə, Nəzrin. Amma uşaqlar, polistirol rəngsizləşdirmir. Çünki burada artıq doymamışlıq yoxdur. Yadda qalar. Davam, Nəzrin, 27. Onda öz mol asitinin içərisində qızdırılmış aktiv kömür olan borudan buraxılmışdır. Dayan, səbir ol. Deməli, asetilin C2H2. aktivləşdirilmiş kömür deyirsə, bu nəyi nəzərdə tutur? C6H6 benzol. Afərin, C6H6. Hökmən bura 1, 3. Mol. Nəzrin, indi bunun 3-ünə 1-dirsə, asetilin şərti görə nə qədər verir? Onda 3 mol. Bəli, 0.3 nə qədər olacaq elə? Onda 1. Bəli. Tapdıq ki, 0.1 benzol. Sonra Bu zaman əmələ gələn məhsul dəmir xlorid katalizator iştirakında bir nisbətində xlora reaksiya daxil olmuşdur. Səbir ol. Deməli, Nəzrin, C6H6 xlorla reaksiya daxil olsun, katalizator da verib dəmir xlorid. Nəzrin, nə alınır özün denə? H5 xlor, bir də H xlor. Afərin, C6H5 xlor plus H xlor. Nəzrin, şərti görə neçə mol benzol tapmışdıq? Onda 1. Təpəsinə yazaq 0.1, indi görək bizdən nəyə soruşur, Nəzrin? Bir nisbətində xlorlar reaksiya daxil olur. Əmələ gələn? Onda ilə onda 1 mol. Bəli, elə onda 1 mol da H xlor olacaq. Buna 1x yazsaq, bunun birinə də 1 gəlir. Aydındır uşaqlar? Mahirə, Gültəkin, Nurlan. Aydındır mən. Yəni belə düşə bilər də, yəni bu tip suallar görürsüz bildiyimiz şeylərdir. Mahirə oxu görək. Həcmi 33,6 litr olan asetilin içərisində qızdırılmış aktiv kömür olan Mahirə 33.6 litr neçə mol deməkdir? 1,5. Afərin. Birbaşa yazaq molla işləyək, ən gözəl moldur. Mahirə yenə asetilin C2H2. Mahirə aktivləşmiş kömür deyilsə deməli nə almalıyıq buradan? Benzol. Afərin. Hökmən reaksiyanı əmsallaşdırmaq lazımdır. Bura 1-3. Mahirə 3-ə 1-dirsə, indi baxaq. Mahirə biz asetilin neçə mol tapdıq? 1,5. 1.5-ə nə qədər olacaq? O da 2. Yox, 0.5. Molla hesab edir. Elə? Ay, başa düşmədik? Başa Hə, düşdüm. lap yaxşı. Sonra Mahirə. İndi diqqətli oluruq. Mahirə verir ki, bu zaman alınan məhsul söhbət benzoldan gedir. Günəş şüalarının təsiri ilə xlorla reaksiya daxil olmuş. Deməli, Mahirə plus xlor 2. Mahirə, günəş şüalarının təsirdirsə nə alınacaq? C6H5. Yox. O dəmir xlordadır. Günəş şüaları. C6H5 plus. Yox. Yox. C6H6. Ay sağ ol. Xlor 6, elə? Hə. Heksaxlor, sikloheksa. Mahirə fikir ver. Xlor 6-dır, xlor 2-dir. Bura neçə yazaq? 3. Afərin. Reaksiyalar əzbərliyik. Mahirə, əmələ gələn məhsul mol sayı. Mahirə, əgər bu yazdığın birindən 1 mol alınırsa, biz nə qədər tapmışdıq bunu?
Elə 0.5-nə də nə qədər alınacaq? 0.5. Bəli. Aydındır uşaqlar. Davam Mahirə. 29. 2 mol benzolun homologu tam yandıqda 14 mol CO2 alınır. Mahirə səbirli olaq. 2 molundan 14 mol alınırsa, Mahirə biz bütün yanma reaksiya neçə mola görə işləyirik? 1 mol. 1 moluna nə qədər alınır? 7. Mahirə, əgər karbon qazı 7 mol karbon qazı alınmışsa, bu yazıq yanan homoloqda karbon neçə imiş? 7. Ay, sağ ol. Mahirə, əgər bu CnH2-6-dırsa, karbonun yerinə 7 yazsa, bəli, 8. Yəni, Mahirə, budur elə. Söhbət tolu oldan gedir. İndi Mahirə oxu. Bu karbohidrogenin molekulunda neçə karbon atomu sp2? SP3 yaz. Diqqətli ol. sp3 likləşmə vəziyyətindədir. Neçə karbon? Bir dənə. Ay, sağ ol. O, həmin bu karbon SP3-dür, hə? Qalan nüvədə olan bütün karbonlar? sp2. Ay, sağ ol. SP2 vəziyyətdədir. Kimsə mənim qrupda tağ elədi. Mən gözləyin görək. Nazir nəsə yazıb, birdən baxaq sonra. Dedim görüm nəsə ciddi bir şey mi var. Yaxşı. Davam edəyək. Uşaqlar başa düşdük bu sualda. Lap yaxşı. Keçək Nurlan o bir suallara. 30 da eyni tipdə bir sualdır. Nurlan 31, 32, 33 oxu görək. Etilinlə reaksiyaya daxil olan, lakin benzola qarşılıqlı təsirdə olmayan maddə hansıdır? Uşaqlar, deməli burada bütün reaksiyaları bilmək lazımdır. Vaxt itirmək istəmirəm. Etilinlə reaksiyaya daxil olmayan, lakin etilinlə reaksiyaya daxil olan, lakin benzola reaksiyaya daxil olmayan. Etilinlə reaksiyaya daxil olan, lakin... Hə, su olacaq uşaqlar. Niyə? Bax, etilen Nurlan CH2 qat rabitə CH2-dir də. Nurlan, bəli, bunu su ilə HOH ilə təsir etsək, tutaq ki, hidrogen gəldi bu karbona, OH da gəldi bu karbona, 2 qat rabitə də qırıldı. CH5OH alınır elə. Dərsdəyik. CH5OH alınır. Nurlan, etilenlə su deməli reaksiya daxil olur. Amma Nurlan, benzolun biz su ilə reaksiyasını danışdıq. Xeyr. Benzol su ilə reaksiya daxil olmur. Yadda saxlayın. Benzol suda həll olunur. Suda həll olmayan qarşılıq əmələ gətirir. Cavab Y variantı. 32 birinci qrupun qəbulu deyin görək. 32-də xlor olur da mənim. Həm asetilen, bəli, həm də benzolla reaksiya daxil olan birləşmə xlordur. O da C variantı. Nurlan 33-ü də oxu. Asetileni benzoldan fərqləndirən nədir? Bax uşaqlar, Nurlan, asetilen budur elə. Yəni CH2 elə. Benzol da budur. İndi sizcə nə olar uşaqlar sizcə? Hidrogen sayı. Yox. Hidrogen sayı heç yoxdur axı, verməyib onu. Aşağıda verirəm. O, Mahirə reaksiya daxil olmaz. Hər ikisi hidrogenlə reaksiya daxil olur. Hibrid orbitallarını sayı. Bəli. Molekulunda olan hibrid orbitallarının sayı. Niyə? Çünki asetilendə hər iki karbon hibridləşməsi nədir? SP. Burada 4 dənədir. Amma burada yazdırmışam özdə dəftərə. 18 dənədir. Çünki 6 karbon 6-sı da hansı hibrid vəziyyətindədir? SP2, diqqətli olun. Nurlan yadda qalar. Bu da qəbul sualı. Bu da birinci qrupun qəşəng sualıdır. Qəbul sualıdır. Gültayçın, oxu görək 34-35. CH6 plus hidrojen reaksiyasında cim molekulunda azalan nədir? Görən cavab nə veriblər burada. Gəl elə onda işləyək də hamısını görək nə çıxar. C6H6 və üzüm maddə söhbət burada benzoldan gedir. Elə cavab A variantı. Niyə? Bax, C6H6-dır. Hidrogen müsbət, karbona qalır. Mənfi. İndi Gültəkin, bu siklo birləşmədir. C6H12. Hidrogen müsbət, karbona qalır.
Mənfi 2. Gültəkin, mənfi 1 böyükdür yoxsa mənfi 2? Mənfi 1. Deməli, karbon oksigenləşmə dərəcəsi nədir? Azaldı. Azaldı. Yaxşı ki, birincidə verib rahat tapdıq. Aydındır, digərlərini də bir də hesablamıram. Aydındır? Evet. Belə. Gültəkin 35-i də oxu. C6H6 plus xlor2 reaksiyasının üzvü maddə molekulunda artan nədir? C6H6 xlor6 alınır. Demək, alüminium xlorid üçləndirsə C6 yox. Kolonu anlatışır. Nəzir nə alınır? C6 xlor. Bəli. Gültəkin nələrlə reaksiyalar gedir ona bax katalizator əzbərin. C6 xlor 3 yazım. C6 xlor 6 alınır. İndi baxaq, atomların ümumi sayı dəyişmir. 12 atom burdadır, 12 atom burdadır. Yenə cavab B variantı. Hidrogen müsbət, karbona qaldı mənfi. Xlor mənfi, onda bu karbona qalır müsbət. İndi bir dənə fikir verək. Mənfidən müsbətə gəlmək nə etmək deməkdir Gültəkin? Artır, azalır. Artır. Artır. Gültəkin, katalizatordan asılı olaraq nələr alınır? Dəmir xlor 3 olanda nə olur? Alüminium xlor 3 olanda nə olur? H olanda nə olur? Mütləq əzbərləyirsiniz. Mütləq. Tamam. 37 Nəzrin oxu. Deyir ki, C6H6 plus hidrogen reaksiyasında üzvü maddə olan molekulunda artan nədir? Artan nədir? Hamısını, mən şifahi baxıram, burada cavab Y variantı. Niyə? Bir dənə bax, Nəzrin, bu C6H6-dır, amma bu nədir? C6H12. İndi Nəzrin, bax, karbon kütlə payınca birinci üçün hesablayaq. 6 bölünsün, 12 plus 6, 18. Amma bu birisində 6 bölünsün, deməli, yox, 18 nədir? 12-ni 6-ya vuranda neçə eləyir? 72. 72-nin üstü 6, 79. 78. 78. Bu birisində yo, Y olmaz. Hidrogen kütlə paylaşısını azalır. Çünki bir dənə fikir verək, burada nədir? O 72, 84. İndi yoldaşlar, sürətləri bərabər olan kəsilərdən məxrəci böyük olan kiçikdir, məxrəci kiçik olan böyükdür, Bəli, bəli. hə, əksinə Y variantı səhvdir. Yəqin ki, onda D ola bilər. Yox, hidrogen karbon atomlarının sayı. Karbon sayı dəyişmir. Qeyri-polymer sigma rabitələrin sayı. Qeyri-polymer karbon-karbon arasıdır. Hər ikisində 6 dənə dəyişmir. Karbon kütlə payı. Yoldaşlar, bəli, karbon kütlə payı cavab B variantıdır. Niyə? Bax, karbon nədir? 12 bölünsün, yox, 12-ni 72 bölünsün 78 karbondur. 72 bölünsün 84 də bu birisindədir karbon kütlə payı. İndi baxaq, sürətləri yenə azaldı axı. Dayanın görə. Ya cavabım B-dir, ya Y-dir. Bir dənə dayan görə, mən niyə qarışdırdım? Cavabım ya B-dir, ya Y-dir. Bax, bir dənə baxaq. C6H6, C6H6. Bu budur. Reaksiyadan alınır C6H12. Karbon kütlə payı nəyə bərabərdir? 12-ni 6-ya vur, 72. Bölünsün 78. 72 bölünsün 72-nin üstü 12. 84. Yoldaşlar, hansı böyükdür bunlardan? 72 ile 78 oldu. Ay sol. Karbon kütlə payı əksinə azaldı. Ne döndü? B-də azaldaq Mahirə. Deyirəm yeyim. Y-yə baxaq. Hidrogen kütlə payı. Hidrogen 6-dır. 6 bölünsün. Hə yoldaşlar, yedir də. 6 bölünsün 78 budur. Burada 12 bölünsün 84 budur. Gəl bunları bərabərləşdirək. Bunun sürətini də məxrəcini də 2-yə vuraq. 12-də 78-i 2-yə vur.
156. Yoldaşlar, sözsüz ki, əgər məxrəclər, sürətləri bərabərdirsə, onda bu böyük olacaq, elə? Düz dedim, yoxsa yox? Sürətlər bərabərdirsə, bəli. Deməli, kütlə payı onda neynədir? Artdı. Yox, mən bayaq 6-nı bölürdüm, 12-ni bölməliyik yaxı burada. Bir dənə baxın, görək, yəqin ki, cavab Y variantı olacaq. Heç baxmayın, ehtiyac yoxdur. Y'dir, Y. Belə. Aydındır uşaqlar. Nəzrin 38-ə baxaq. 1 molun tam yanmasından 72 qram su alınan benzolun homologon formulu. Nəzrin 72-ni 18-ə bölərəm, suyu mol sayını taparam. 4. 4 mol su, aysa. Nəzrin, əgər CnH2n-2-dirsə, Nəzrin, E-6. Nəzrin, 4 mol su ayrılırsa, burada nə qədər hidrogen atomu var? 6. Nəzrin, 8. Deməli, 2n-6 bərabərdir 8-ə, n bərabərdir 7-yə. 7-yə. O da C7H8 olacaq, elə? Bəli. Davam. Nurlan? Nurlan, buradasan? Nurlan? Hə ya yox? Mahirə? Dayan. Aha, oxu görək. Benzolun alüminium klorid iştirakı ilə florlaşma nəticəsində hansı maddə alınır? Bax uşaqlar, gəlin bir dəfə bunu təşkil edək. Bax, benzol üzərinə gəlsin, yadda saxlayın. Xlor 2. Əgər reaksiya dəmir xlor 3-lə gedirsə, alınacaq C6H5 xlor plus H xlor. Yoldaşlar, bu yazığın adı nədir? Hexaflor benzol. Yox, mahir xlor bircə dənədir sadəcə. Benzol. Xlor benzol. Əgər reaksiya C6H6 üzərinə gəlsin xlor 2. Əgər alüminium xlorid katalizatın iştirakına gedirsə, olacaq C6 xlor 6 plus H xlor. Artıq Mahirə, sənin dediyin budur. Heksa xlor benzol. Yox, əgər C6H6 plus 3 mol xlor 2, uşaqlar, H nü ilə verirsə C6H6 xlor 6. Uşaqlar, bunun adı nədir? Hexaflor benzol. Yox, benzol budur. Hatta bu siklo birləşmədir. Hexaxlor, siklo, Benzol. heksan. Hexaxlor, siklo, heksan. Mütləq, bax bu üç reaksiya mütləq əzbəyin. Bu ikisi tipinə görə əvəz etmədir, amma bu birləşmədir. Xahiş edirəm, bax bu üç reaksiya mütləq baxın. İndi Mahirə 39-da cavab nə olacaq? Hexaflor benzol. Ay, so. Bəs Nurlan 40-da? Xlor benzol. Xlor benzol. Çünki fikir ver, dəmir 3 xlorid. Yəni, bax, birincidən söhbət gedir. Yaxşı, 41 Mahirə. Molekulunda bütün karbon atomları sp2 hibrit halında olan polimerləşməyə bilən stiroldur. Stiroldur. Polimerləşir, polistirol əmələ gətirir. Və bütün karbon atomları bayaq dedik sp2-dir. Yaxşı, elə Mahirə 42-ni də oxu görək. O da stiroldur. Bəli, o da stiroldur. C variantı. Gültəkin 43-44. Bax, 43 keçənli 4-cü qrupun qəbul sualdır. Mahiyyət isə benzoldur, D variantı. Mahiyyət isə benzoldur, bəli, oradan da görə bilərik. Həmçinin CH formula uyğundursa sadə formula benzoldur. Benzol bronlu su məhlulunu rəngsizləşdirmir. Bəli. Yaxşı, 44-də nə deyə bilərsiniz? Nə kimi bir təklifləriniz var? Nəzrin? 4 hidrogen. X maddəsi C6H14 olar. Ay, sağ ol. Çünki əgər 4 mol hidrogen alınıbsa, deməli bu alkandır. Əgər 3 mol hidrogen ayrılıbsa, sikloalkandır. Baxırıq 6 karbon. Deməli 6 karbon olan alkan C6H16 14. 14. Yəni heksan. Bəs o birisi C6H12. yəni o da olacaq sikloheksan elə. Və bu da birinci qrupun. Bu 4-ün qəbuluna düşüb, bu birinci qrupun qəbuluna.
İndi məsələn burada amma heptandır. Məsələn bunu kim deyər? Gültəkin də görək. Nəyi? 45-i. 4 molsa alkandır. Neçə karbon olan alkan olmalıdır X-da? X-da 6. Niyə 6 ay Gültəkin? Bilmem. Gültəkin burada neçə karbon var? 7. Deməli 7 karbon olan alkan hansı olacaq? Heptandır da Gültəkin. Alkanların sıralamasını bilmirik. Bilmiyorum. Qəbulda gəlib nə yazacaqsınız üzvü kimyada? Məni niyə dəli edirsiniz? Mənim ilk heptan olmuyor. Y yox Mahirə, Y necə heptan olsun? Əgər 3 mol hidrogen ayrılıbsa deməli sikloalkandır. 4 mol hidrogendən aromatik karbohidrogen alınıbsa deməli alkandır. Baxıram 7 karbon varsa deməli bu C7H16-dır. Deməli heptan. Siklik birləşmədirsə deməli biz bunu belə çəkməliyik. Bundan minus 3 mol H2 çıxdıqda bu yuxarıdakı maddə alınacaq. Yaxşı? Bax bu. O da olur metil, sikloheksan. Aydındır? 7 tane karbon. Neçə dənə daha uşaqlar? Nüvədə neçə karbon var? Ben bildim. 6. Bir dənəsi də buradadır. Gültəkin də sən də ikiniz də eyni səhvləri edirsiniz. Cavab A variantı. Yəni cavab əslində bizə cavab deməyək də. Yəni başa düşdünüz əsas. Diqqətli olun. Qəbula gedirsiniz. Nə yazacaqsınız? Nurlan 46-47. Buna nə oldu? Aha. 46-47 Nurlan. Kim deyər? Bu sual nə sualdır? Qoy görək. 46-da bir dənə ikinci katalizator iştirakı ilə gedir. Bəli, bəli. Çünki bax, fərqi yoxdur. Xlor olsun, brom olsun. Katalizatorlar ya dəmir katalizatoru, ya alüminium katalizatoru, ya da H2 olmalı idi elə. İçinə çıxdıq, qalır 1 ilə 3. Bütün halogenləşmə reaksiyaları belə deyək. Digər biznə keçsək, hamısı adi şəraitdə gedir. Cavab 1 ilə 3. 47 Nəzrin. Tolol 3 molekul nitrata nə verir uşaqlar? Bəli. Siz oxumursunuz, qəbula mənim bilmirəm nə yazacaqsınız. Bunun adı nə idi? 246 nitrotol. Bəli, trotil, tol. Nəyin tərkib hissəsidir uşaqlar bu? Partlayıcı maddə olan dinamit. Valla. Keçən dəfə danışdıq. Konspektdə də var. 48-ci sual kim könüllücə demək istəyir? Artıq siz də cavab vermirsiniz deyə mən bütün həqiqətən motivasiyam ölür ki, bunlar qəbula gedir və qəbulda nə yazacaqlar? B variantı. Bəli, B variantı. Çünki benzoy turşusu, heç elə baxmayın da, bir başa baxa bilərsiniz. Benzoy turşusunun formulu budur. Neçə karbon var? 7 karbon olsun. 7. Və aydındır ki, o da bax, bu maddənin metil, yəni tololun oksidləşməsindən alınır da. Benzolun homoloqları. Birincisi değil. Bəli, stirol benzolun homoloqu deyil, fenol benzolun homoloqu deyil. 2-4. Bəli. 50. Bir, 2, 3, 4, 5, 6. C6H 14. Neçə mol hidrogen? 4 mol hidrogen çıx. C6H 6. Elə cavab A variantı.
Nurlan 51. Hansı halda hidrojenin halogen əvəz olunması getmir? Yəni əvəz olma reaksiyası baş verməsin. A4. B Mahirə. A alkanlarda əvəz olmadı, amma benzol H ilə birləşmə gedir. C6H6 xlor 6. Heksaxlor disikloheksan. Xahiş edirəm. Yalvarıram sizə. Reaksiyaları oxuyun. Bilmirəm, reaksiya oxumadan çətin, həqiqətən bax imtahan çətin olacaq. Gəlib mənim üstümə qayıtmayın ki, yaza bilmədim. Reaksiya oxumayın, yenə deyirəm. Qalın gələn də. Mən əslində heç istəmirəm ha, gələndə kimsə qalsın. Prosto reaksiyasız çətin olacaq sizə. Məsələn, 52-də birinci düzdür. Bəli. İkinci B düzdür. Yanlışdır. Yanlışdır, bayaq dedik. Burada birləşmə reaksiyası gedir. H-xlor alınmaz. Burada olacaq C6H6 xlor 6. Yaxşı, tutaq ki, əgər bunu düz götürsək, burada oxun üstündə nə yazılmalı idi? Dəmir. Dəmir xloriç katalizator yazılmalı idi. Ona görə cavab B variantı. Nəzir, sən reaksiyaları yaxşı oxuyursan, amma sən də qarışdırırsan arada. Məsələn, bilmirəm, indi bu bölmənin suallarıdır deyə yadında qalmış ola bilər, amma mix olanda arada qarışdırırsan. Bax, o PDF, üzvü qısa təkrar PDF-ində bunların hamısı var. Gələn həftə onları təkrarlayacağıq ancaq. Bir də sabahın ev tapşırığını deyəsən verməmişəm elə sizə, yoxsa yox? 2025-in ikinci qəbulunu sabah atarım qrupa. Yaxşı, baxaq 53-ə, Nurlan, oxumusan reaksiyalar. Yoldaşlar, kim deyir 53-də cavab nədir? A düzdür. A düzdür. B səhv. Bəli. B niyə səhvdir? 2, 4, 6. Afərin, şükür. Bəli, burada NO2 qrupları 2, 4, 6 vəziyyətdə birləşməli idi, elə Mahirə. Və buradan 3 mol suda ayrılmalıdır. Cavab B variantı. Gültəkin 54, 55. 54-də A gedir. Bəli. Benzol xlorla fərq yoxdur. Ya alüminium xloriç katalizator olsun, ya o birisi gedir. Ona görə B də gedir. B də polimerləşmə reaksiyasıdır. Polistirol alınır, gedir. Amma biz Gedir. C qaldı. benzol natriumla reaksiyasını danışmışıq uşaqlar dərsdə. Xeyr, danışmamışıq. Yaxşı, 55 Gültəkin. Elə A variantı. Elə A variantı, katalizator nasıl olaraq. Ya alüminium xloriç katalizator verməlidir, ya dəmir xloriç. İkisindən biri və yaxud da H-ünü, işıq. Nurlan 56. 0,2 mol benzon tam yanması üçün neçə litr oksigen tələb olunur? Deməli, reaksiya yazıb əmsallaşdırmalıyıq. Uşaqlar, bütün karbohidrogenlər yandıqda nə alınır? Qazı su. Bəli, karbon qazı, bir də su. Karbon 6-dır, bura 1,6. Hidrogen 6-dır, bura 1,3 düşür. 12, 15, 7,5 də bura düşür. İndi baxaq. Bunun 1 moluna 7,5 vurulsun 22,4-dürsə, bizə verib benzol neçə mol Nurlan? 0,2. Buna da x yazırsınız, artıq cavab nə çıxır? Qoy görək. 0,2 vurulsun, 75 vurulsun, 22,4. Birbaşa 22,4-ü 1,5-ə vur. 1,5 dəfə. 1,5-ə vur neçə edir? 33,6. 33,6. D variantı. 57-ci suala baxaq. Bu qədər benzolun disikloheksan. Yoldaşlar, C6H6 benzoldur. Bunun disiklohheksana çevrilməsi üçün disiklohheksan C6H12-dir. Neçə mol hidrogen lazımdır? 6. Yox, 6 hidrogen atomu lazımdır. Mol olaraq 3 mol. 3 mol hidrogen, diqqətli olun ha. Bəsit maddələr 2 atomludur, qazlar. 156 qram benzol şərtə görə veriləni yazdıq burada. Neçə litr hidrogen? Yazıram, x litrdirsə, benzol da 78. 78-də də 3 vurulsun 22,4. 2 dəfə. 22,4-ü 6-ya vur. 24, 2 yadda 12. Yəqin ki, B olacaq. Davam. Deyin görək, Nazır, 58.
kimdir? Haşlarla reaksiya daxil olunur da. Bəli, benzol haşlarla reaksiyasından danışmamışıq. Bu gedir, işıq şüasıdır, polimerləşir. Sonra katalizator ya dəmir xlorüdü, ya alüminium xlorüdüdür. Buradan da 2,4,6 trinitrotoluol alınır, gedir. 59 Mahirə. Hansı maddələr adi şəraitdə bromlu suyu rəngsləşdirir? Mahirə, neyini? Alkanları çıxaq, bir də benzolu çıxaq elə sıralamadan. Görək nə qalır? Benzindir. Bəli, propan getdi, benzol getdi. Sonra polistirolda bayaq dedik Mahirə. Yoxdur elə. Bir dənə fikir ver. Mini benzol da yoxdur. Yox, vinil benzolda var. Vinil benzol stirol deməkdir Mahirə. Etil benzolda yoxdur məsələn. Bir dənə cavab qalır nə? Etilin, bax CH2 qat rabitə CH2. Doymamışlıq var. Etin alkindir, doymamışlıq var. Mahirə bax vinil benzol, bax benzol. Mahirə vinil də bu delə. Doymamışlıq var. Yəni bu stirol deməkdir. Yaxşımı? Cavab A variantı. Yaxşı, 60. Tolu. Bəli, Tolol. tolol. Benzoy turşusu tololdan alınır. 61. Minus qrupu. Hepsi aşağı. C6H6, bir də C6H12. Ay sol. Benzol da alınır buradan. C6H6, buradan da C6H12. C6H6 hansı formula uyğundur? CNH2 misal Ay sol. Bəs C6H12? CNH2. Bəli. Davam eləyək 62. Nurlan. Nurlan, çox rahat bir sual. Birinci benzoldur məndə. Bəli, 6 hidrogeni varsa, yəni sənin gözün artıq burada benzolu görməlidir. Sonra, indi baxır butanla tolol. Butanda C4H10-dur. Neçə hidrogen var? Deməli, onda qalır Y variantı. Molekulda artıq 6 karbon. Yəqin ki, bu olacaq. İndicə özümüz düzəldək. Bu benzol olar. Tolu. Tolol, bəli, tolol. Axırıncı nə olacaq? Butan. Butan. Mahirə, stirolda 8-dir. Yaxşı? Tolu nasıl değil mi? Nə? Tolu nasıl değil mi? Vay. Tolol Mahirə budur. Amma stirol eyni şeydir Mahirə. Diqqətli olun, formulları oxuyun. 64. Oxuyun görək. Gültəkin. Bugün uşaqların çoxu da qoşulmur. Bilmirəm, bu bayramdır, imtahandır, nədir? Amma hərə bir keyfə düşür. De görək. Bir mol benzol üçün hidrogen reaksiyasına alınan birləşmə hamılar sırasında ümumi formunu göstərir. Əgər 3 mol birləşdirirsə, deməli bu sikloalkana çevrilir. C6H6, yəni benzoldur. O da ümumi formulu CNH2 olardı, yəni D variantı. Bu uşaqlar siz məni dəli eləyəsiniz. Diqqətli Niyə oxu. yəni? Sualı oxu. Oxuyum da. Bir mol benzolun 3 mol hidrogenlə reaksiyasına alınan birləşmənin hamılar sırasında ümumi formunu müəyyən edir. Alınan birləşmənin səndən benzolu soruşmur. Senin aşağı. Bəli, C6H12 alınır. Bu da nədir? CNH2. Şükür ay Allah. Yaxşı. Gültəkin 65-i denə görək. Alkandan 4 Alkan olur da mənim burada. Bəli, 4 mol ayrılırsa. bəli. Yəni 14-də minus 6. 6. Riyaziyyatdır. Nurlan onu 66. 66 Y variantı. X, bəli, benzol da yəni. Benzol sıra karbohidrogenlər. Nəzrin 67. Nəzrin, hidrogen 10-dursa. Hidrogeni 10, 2 -2 bərabər olur. N6. Karbon 9-sa 9 12. Bəli. Bu qədər sadə. Mahirə 68. C8. O Bəli. bizdə yox. Hidrogen bərabər 2-nin çıxı 6 bərabərdir. Ay bala, biz hələ bir də hidrogen tapdığında N-in yerinə 8 yazanda H neçə eləyir?
Hə, Hələ bir x-i tap. baş 14 edir. Ay sağ ol. H14 elədi. O birisi 8 edir. Ha, indi n-i yerinə 10 yazsan 2 minus 6 bərabərdir ona. N bərabərdir. 8. Belə. Gültəkin 69. X ve Y maddesi ümumi formülası yanaşıcı misal X maddesi kızdırma zamanı kaynağı yaladı. Məhlumları rəngsləşdirək, Y maddəsi rəngsləşdirmək, X və Y maddələrini müəyyən edən Sözsüz ki y-lə. rəngsləşdirirsə deməli orada heksan olmaz çünki metan neydi? Alkanlar rəngsləşdirmir axı. Şükür. Aha. Ona görə qalır yerli variantda dərsimizdəki benzola aiddir. Dərsimizdəki benzola aiddir, yox. Sən buradan baxırsan ki, CnH2 minus 6-dırsa söhbət nələrdən gedir? Benzol. Benzoldan. Hə, Məlikə də elə orada yazacaq axı şeydə sualın altında. Bu filan dərsə aid olan bir şeydir. Diqqətli olun elə. Yeni də çıxaq. Baxaq. Rəngsiz deməli benzol rəngsizləşdirmir. Ona görə B benzol ola bilməz. Bəli, Y benzol ola bilməz. O cümlədən bir dənə bax. Paraksilol da olmaz. Bilirsən niyə? Çünki paraksilol budur bax. 1,4 dimetil benzol. Elə? Bəli. Bu da rəngsizləşmir. Qalır bir dənə cavab. Bəli, deyirsiniz amma oxumursunuz. İnşallah qəbulunuz nə deyim, asan düşər. Yoxsa işiniz çətindir. Asan olsun da. İnşallah. Benzol və stirol qarışığını yoldaşlar baxırıq. Benzol C6H6, stirol C8H8. Qarışığının 10 qram, ikisi bir yerdə 10 qramdır. Bu qədər qram, yəni 500-ü vururuq, 1,6-ya bölürük 100-ə. Sıfırlar buradan getdi. 8. Ay sağ ol. 8 qram deməli bura brom daxil olur. İlkin qarşıda benzolun kütlə payını hesablayın. Yəni bizdən necə deyim? Yoruldum. Benzol reaksiya gedir bromla. Ay sağ olun. Yox. Bromlu rəngsizləşdirmədən söhbət gedir Mahirə. C8H8 gördüm. C8H8. Bax formulu. Bunun özünə neçə mol brom? 2, 1. 1 mol. 20 mol brom belə. Şurada bir təşkilat rabitəni sayılır. İndi bunun 104-ünlə nə qədər brom reaksiya daxil olur? 160. 160. Amma biz brom nə qədər tapdıq? 8. Neyniyib? 10-a böl, 2-yə böl. 5,2. 5,2. Deməli 5,2. Nəzrin buna nə qədər qalır? 4,8. Benzol soruşduğuna görə aydındır uşaqlar. Mahirə, Gültəkin, Nurlan, Nəzrin. Yəni belə suallar görəcəksiniz, qarışıq sualları. Gəl buna da baxaq. Benzol və tolol. Yenə ikisi bir yerdə 10 qramdır. Kalium permanqat məhlul oksidləşdi. Bu qədər. Yoldaşlar, kalium permanqatın oksidləşən hansıdır? Bəli. Bu belə yazırdıq da. Nə alınır? Benzol tuz. Bəli. Necə Mahirə? Nəsə sualın var idi? Yaxşı, 92-yə 122-dirsə deyir 61 6,1 olsun. 6,1-ə 1x deyirəm. Neyniyib? 2-yə bölüb 10-a bölüb. 4,6. Deməli, bu qarşıqda Mahirə 4,6 qrama gəlir. Tolol varsa, yerdə qalan nə qədər benzol olur? 5,4 də benzol. Bizdən yenə benzolun kütlə payını soruşur. 5,4 bölünsün 10, vurulsun 100. Aydındır yoxsa yox? Buradasınız. Bəli.
Gültəkin oxu görək. Metan və benzol üçün ümumi olan nədir? Deməli, baxıram benzol mayedir. Yəni aqreqat hallara eyni ola bilməz. Sözsüz ki, ümumi Ümumi formulda eyni ola formullarda eyni ola bilməz. bilməz. Benzolda 12 sigma rabitə var. Metanda isə şübhəli. 4. Ona cavab edir. Sonra bəli, Bəli. Metan özünü H2O birləşdirmir. Bayaq benzolda da danışdıq, o gün dərsdə danışmışdıq. Benzol H2O ilə reaksiya daxil olmur. Aydın ki, molekulda yəni polimer rabitələrin sayı, karbon hidrogen sayı bərabər ola bilməz. Metanda 4 dənədir, benzolda 6 dənə. Yaxşı, 73 Gültəkin. 70-də baxaram. Burada yenə butenlə tolda C7H8-dir. Buten isə C4-dür. Yəni ümumi formullara eyni ola bilməz. Yenə Amma nələr eyni ola bilər? aqreqat hidrogenlərin sayı eyni ola bilər. C variantı. Bəli, C variantı. Şifahi. Bu da deyəsən sınava düşüb, harasa düşüb. Yaxşı, Nurlan 74. 74-də müəllim 1 düzdür. Benzol üçün bəli, keçən dəfə danışdıq, 12 sigma rabitə var və yaxud da yəni siklik birləşmələrdə atomların cəminə bərabərdir. Bir düz olduğuna görə bunları çıxdıq. 2-3 səhvdir. Bəli, benzol bromosu ilə rəngsizləşdirməz. 1 molundan da deyir 6 molsu. Benzolda C6H6-dır. Neçə mol su alınacaq? 3 mol su alınır. Ona görə səhvdir oradan 2 ilə 3 Y variantı. Mahirə 75. Tol üçün hansı ifadələr doğrudur? Formulunu yazaq. Tololumuz budur. 2-də biri. Yox, 2 düzdür. Mahirə 2 necə düz ola bilər? Bu karbon atom hibridləşməsi nədir? SP3 2 yanlışdır. Disikloheksanın dehidrogenləşməsindən alınır. Bu da yanlışdır. Metil disiklohidrogenin dehidrogenləşməsindən alınır. Kalium permanqat məhlunu rəngsizləşdirərək benzoid turşusu əmələ gətirir. Mahirə bu düzdür? Bəli. Düzdür. Bizdən də yanlışı soruşur. Nəzrin 76. Hansı ifadələr benzol üçün doğrudur? Nəzrin asetilen trimerləşməsindən alınır elə? Bəli, C aktiv. Nəzrin molekulunda sigma rabitə var. Doğrudur. Bəli. Benzol suda həll olur. Yox, olmur. Görürsünüz necə rahat. Baş suallardır. 2 hamısını danışmışıq. Nurlan oxu 77. Hansı ifadələr strol üçün doğrudur? 1-3. Nurlan, heç mən baxmamışam. Sən necə variant atma, dayan. Strolun formulu nədir? CH2, CH2. Ay Nurlan. Yaxşı, sonra nədir? CH2, CH2 sonra. Nurlan. Variant oradan yalan deməyə ehtiyac yoxdur. Diqqətli ol. Strol C8H8-dir. 1 molunun yanmasından 4 mol su alına bilər yoldaşlar. Neçə hidrogen var? Alınır. Alınır. Deməli 1 doğrudur. Molekulunda yalnız 6 karbon sp2 bir də alındadır. Yanlışdır. Strolda olan bütün karbon atomların hamısı, yəni 8-i də sp2-dir. Aromatik birləşmədə uşaqlar. 1 ilə 3 Y variantı. Bu halda biz variant deyə bilərik. İmtahanda nə edəsiniz? Variant atarsınız, gələr səhv çıxar. Yaxşı, 78-də nəyə uyğun gəlir Nəzrin? Bayaqdan danışırıq. Tolu. Bəli, X maddəsi tolu oldu ki, onun oksidləşməsindən nə alınır? Benzoid. Benzoid turşusu. O da 7. Digərdə metil sikloheksan. Artıq hidrogenləşdi, siklik birləşmə verir. Metil sikloheksan, o da Y variantıdır. 79 Gültəkin. Heksan katalizan 4 mol su alkan yok dəqiqə.
C6H6 alınır, bir də hidrogen alınır, 4 mol, ikincisi Y-qrupda. Ay sağ ol. Deməli Y benzoldur. O Hə, variantlara bax. onda onun da alınması üçün C6H X-də C6H6 Heç elə baxma bax. Heksanda neçə karbon var? 6. Tololda neçə karbon var? 7. 6-dan 7 7. alına bilər? Xeyr. Xeyr, Amma disikloheksanda neçə karbon var? 6 Başqa alınır. belə biraz məntiqlə də düşünə bilərsiniz. Mahirə 80. Nexus için de doğruydu. C2H6. Ayşe. Bu sual necədir burada düşüb? Bu alkinlərin sualı benzolda necədir? Elə A variantı yox. Sigma rabitə əksinə artacaq çünki alkan alınır. Gəl A variantını bir dənə yoxlayaq. Bax C2H2-də karbon kütlə payı nəyə bərabərdir? 24 bölünsün 26. C2H6-da da 24 bölünsün 30. Yoldaşlar bunlardan hansı böyükdür? 24 bölü 26. Ay sağ ol. Onda karbon kütlə payı nədir? Azal. Azaldı. Elə azalır deyir də Mahirə. Aydındır? Hı. Bu biraz çətin sual deyil, reaksiyadır. Bilirsiniz bu reaksiyalar yoxsa yox? Axırıncıda Z8H6 olar. Yox, onu deyə bilmərəm. Bəlkə də olar, elə deyə bilərəm. Amma diqqətli olaq. Uşaqlar, qulaq asın. Bir dənə səsi bağlı. T maddəsi izopropil benzoldur. İzopropil benzoldur ki, uşaqlar. Həmin o izopropil, artıq reaksiyalar burada görmək lazım. İzopropil benzolun oksidləşməsindən alınır aseton, bir də nə alınır da? Fenol. T maddəsi dedik budur. Yəni izopropil benzolda uşaqlar nələrdən alınır? Benzolla propilenin reaksiyasından. Benzolla propilenin reaksiyasından. Yəni X-Y-dən bu X olanda bu Y olacaq. Bu Y olsa bu X olacaq. İndi əsas onu tapmaqdır. Nəzir, X-Y heç vaxt C2H6 olmaz. Getdi. Zəki deyirdim mənim. Sən zeti deyir. Olar Nəzir. Bu səs də exo verir. Olar. Onda cavab nə qalır? B variantı? Yox. Yəni C2H2, X-Y C2H2 ola bilməz. Onda bu da gedir. Cavab bir dənə qalır. Devam. Reaksiyalar oxuyun. Yoldaşlar, söhbət hansı maddədən gedir? X burada nədir? Benzol. Benzol, C6H6. Getdi. İndi yoldaşlar. Aydındır ki, yenə bu maddə izopropil benzoldur. Çünki izopropil benzol oksidləşdikdə, yəni katalizator iştirakından aseton, bir də fenol verir. Bu fenoldur, C6H5OH. Yəni əzbəriniz. O da hansı variantı uyğun gəlir? Ya B-dir, ya D-dir. O da izopropil benzolun alması üçün də propilenlə benzol reaksiya daxil olmalıdır. Ona görə D variantı ola bilməz. Propilen olmalıdır. Cavab B variantı. O hansı reaksiyalardır uşaqlar? Burada yazın, baxın. Baxın. Mən sizə demişdim ki, reaksiyanı xüsusi olaraq oxuyun. Biri budur. Bunun üzərinə etilen gəldikdə alınır etil benzol. C2H5. Etil benzolda dehidrogenləşdirsək alınacaq. Fenol. Fenolu hardan aldın? Stirol. Deməli, benzol, etilin, benzolla etilendən alındı. Etil benzol. Etil benzoldan alındı. Stirol. Və yaxud da stirola nə deyilir? Vinil benzol.
Bu birinci reaksiya. İkinci bilməli olduğumuz vacib reaksiyalardan biri benzol üzərinə gəlsin propilendir. Yoldaşlar, bu reaksiyadan da alınır izopropil benzol. İzopropil benzolun başqa adı nədir? Ay mənim oxuyanlarım. Nədir izopropil benzolun başqa adı? Kumol. Bu da qatı sulfatın oksidləşir, yadda saxlayın. 2 maddə alınır. Biri aseton, o işlətdiyiniz aseton. Biri də fenol. Bu olur aseton. Bu olur fenol. Fenolun başqa formu C6H5OH. Bu reaksiyalar mütləq bilin. Mütləq. Ekran kaydı götürün, atarsız qrup. Onsuz da konspektinizdə var. Qruplarda da qalsın arada mesajları və bilmirəm, siz silirsiniz ya yox. Gözünüz öyrəşsin reaksiyalara. Davam. 83. Benzolun homologudur. 1 molun tam yanması zamanı ayrılan suyun nə bilim, nə yazıb. Uşaqlar, heç bundan işləməyin. Mən sizə nümunə demişəm. Benzolun homologu götür benzolun özü. C6H6. Benzolun 1 moluna yoldaşlar neçə mol su əmələ gəlir? 3. 3. Əmələ gələn su mol miqdarını verib M-4. Yazırıq ki, M-4 bərabər neçəyə? 3'ə. M bərabərdir 7. N'im 7 olanda molekulda hibrid orbital var. Yoldaşlar, benzolda bütün karbon atomları sp2 idi və hibridləşmə neçə hibrid orbital var? 18. 18. N'im 7 olanda 18 olan variant. Gör hansı cavab da ödəyir. Elə A variant. 4 dəfə 7, 28. 10 da çıxaram. 18. Ən gözəl yol maddə qoy yaz. Gəlin 84-ə baxaq. Nurlan, benzolun homologu deyil, benzolun özünü götürək. Nurlan, benzolun 1 molundan alınan sudan söhbət gedir. Nurlan, benzolun 1 molundan neçə mol su alınır? 3 mol. 3 mol. Onu da bizə verib neçə? N-2. N bərabərdir 5-ə. N'in 5 olanda molekulda ümumi neçə atom var Nurlan? 12. N'in 5 olanda 12 olan cavab. Görün hansında ödür uşaqlar. Dedi da. Bəli. 3 dəfə 5, 15. 15-dən də 3 çıxaram. 12. Ödədi. Bəli. Ən gözəl yol budur. Gələk baxaq 85-ə. Karbohidrogenin 0,2 mol yandıqda 1,2 mol karbon qazı. Bax yazıram, hər hansı bir karbohidrogendir. Oksigen də yandı. Bax, hər hansı bir karbohidrogen. Karbohidrogen, amma bilmirəm. Ya, onsuz da, amma bilirəm ki, alınır karbon qazı, su. Bax, indi verib ki, 0,2 molundan 1,2 mol karbon qazı. Yazıram, 0,2-dən 1,2 mol karbon qazıdırsa. Yoldaşlar, biz yanma reaksiyaları neçə mola görə işləyirik? 1. Taparam gültəkin 1 moluna bu yazıqda nə qədər karbon qazı alınır? 6. Buraya yazıram 6. İndi, Mahirə, karbonun neçə oldu? 6 yazıq karbonu. Bəli, deməli, bu da olur 6. İndi, bu karbohidrogen 0,1 mol deməli, bu karbohidrogen. Gəl, indi düzəldək, yaxşı. Karbonun, oksigenim indi burasını bilmirik də, tərslikdən. Amma belə şifahi görə bilərsiniz də, 0,1 mol günəş şüası işığında bu qədər H-xlorla birləşmə. Uşaqlar, günəş şüasının təsiri altında xlorla birləşməyə girən hansı maddədir? Bir dənə onsuz da benzoldur. Bir dənə onsuz da benzoldur. Heç ona yazmağa ehtiyac yox. C6H6-ya uyğun gəlirdi. 87 bayaqçı sualdan uşaqlar. Bax, fenolla aseton nədən alındı? Bu, Z maddəsi kumoldur, yəni izopropil benzol. Z kumoldur. Yoldaşlar, kumol da alınır, benzol üzərinə gəlinsin propilen. Hansı variantda var?
Propilen, benzol fərqi nə? Toplanmanın yeni dəyişdirəcəm, dəyişmir. 87-nin də yarısı burada düşüb, yarısı burada düşüb. Yəni görək. Zəhləm gedir bu belə suallardan. Yarısı bir tərəfdir, yarısı bir tərəfdir. İndi baxaq. Səsim gəlir. Deməli, yox, XH üzərinə gəlsin R-xlor, alüminium xlor 3 katalizatlı iştirakında. Yoldaşlar, əgər nəyinsə dehidrogenləşməsinin stirolu alınırsa, biz burada XR tapa bilərik. Aydındır ki, XR, bax budur. Bunun dehidrogenləşməsinə nə alır dedik? Stirol. Deməli, onda X-in yerində dayanıb benzol. Onda XH benzoldur da. XH benzoldur. O birisində yanında C2H5. C2H5. Bir dənə qalır variant. Görürsünüz, bir dənə reaksiyanı bilməklə hər şey tapmaq olur. 88. Oxu görək. Nəzrin. Molekulunda sigma rabitələrinin sayını M+1 1 molunun tam yanmasına sərf olunan oksigenin mol sayı. Bax yenə, benzolun homoloq deyir. Gəl benzolun özünü götürək. Bura 6 yazdıq, bura 3 yazdıq. Burada 7,5 yazdıq. İndi, uşaqlar, benzoda karbon-karbon sigma neçədə nədir? 6 dənə. Bəli. 6 dənə. Şərtə görə bunu neçə deyir bərabər elə? 6. Bəli. M plus 1 bərabərdir 6, M bərabərdir 5. Bu zaman oksigenin olsa, yoldaşlar, N'in 5 olanda 7,5 olan cavab. Elə variant. 3 dəfə 5 15. 2-yə böl 7,5. Aydındır? Bəli. Belə rahat sual. Həqiqətən rahat sual da. 89. Səbrimiz tükənir. Yoldaşlar, birinci reaksiyadan alınır. Benzol. Yox. Benzol üzərinə gəlsin sink oksid. İkinci reaksiyada dihalogenli törəmələrə kalium OH-ın spirtə asetilin alınacaq burada. CH, 3 qat rabitə CH, üzərinə gəlsin kalium xlor, üzərinə gəlsin su. Buradan da alınacaq C6 plus natrium 2 CO3. Bizim əsas maddələrimiz oldu. Kimsə çıxdı, qoy görüm kim çıxdı. Kimsə çıxıb qoş. Əsra. Əsra, bu nə vaxtın gəlməkdir Əsra? Aynen, indi əsasmışam. Yaxşı, istəsən davam elə, istəsən çıxa da bilərsən. Videoları göndərəcəm, baxarsan. Problem deyil. Ondan hansı videolar baxacağım? İndi göndərəcəm da, bugün keçdiyimiz dərsin videosunu çəkirəm. Ha, tamam. Yəni, qalmaq istəyirsən də qal, problem deyil. 3-4 dənə sual izah edib dayandırırım dərsi, yorulduq. Bayaqdan reaksiya işləyir. Birincidən alındı uşaqlar C6H6 üzərinə gəlinsin sink oksid. İkincidən alındı asetilin. C2H2-ni yazaq, özümüzü yormayaq. C2H2 üzərinə gəlinsin kalium xlor, üzərinə gəlsin su. Üçüncüdən yenə benzol plus natrium karbonat. Oxu görək Mahirə. Reaksiyası üçün nümunələr nədir? Sadə formulu CH olan birləşmə alınır. Bu benzola uyğundur. Üçünə də aiddir Mahirə. Bir dənə fikir ver. Buradan altını ortaq vuruq çıxart. Hə, oradan da içindən altını Bəli. Buradan ikini ortaq vuruq çıxart. Yenə buradan altını ortaq vuruq çıxart. Elə cavab variantdır.
Və hansı maddələrdir uşaqlar olar? Asetilen, Stirol, bəli, benzol və stirol. Bunların testdə görsəz, ümumi formulları yox, sadə formulları CH formuluna uyğundur. Ona mən sizə belə rahat qayda ilə deyirəm ki, ortaq bloku çıxar, gör həqiqətən CH qalır ya yox. Can 90-da deyək, çənəmiz yoruldu. Mahirə, yəqin ki, burada da D variantı olacaq, hə? Bax, burada nə alınır? Burada C6H6 alınır. Kalsium karbidin su ilə reaksiyasında nə alınır? natrium karbonat, Mahirə. Kalsium karbid. Hə, sən bunu deyirsən. Asetilen mənim. Yaxşı. Asetilen və kalsium hidroksidi alınır. Asetilen aktivləşdirilmiş kömürlə nə alınır? Benzol. Bəli, benzol C6H6. Yoldaşlar, asetilen və benzol orta sadə formulu CH-a uyğundur. Tamam. Bəli, cavab D variantı. Gəl 91 də yazaq, burada qalıb bizdən küsməsin. Yoruldunuz yoxsa yox? Nurlan? Sizi bilmirəm, mən həqiqətən yoruldum. Gəlin baxaq. Verib ki, deməli, Y alifatik, oxuya bilmirəm, Y alifatik karbohidrogendir, Y benzol sıra karbohidrogen, bütün karbon atomlarının birləşməsi sp2, sp3. Yoldaşlar, bütün karbon atomları sp3-dürsə, söhbət nədən gedir? Hansısa karbohidrogendən? alkanat, Ay sağ ol. İndi bu da benzol sıra karbohidrogen. Hansı benzol sıra karbohidrogende bütün karbon atomları sp2'dir? stirol da benzol. Yo. Stirol benzol sıra karbohidrogen deyil. Elə benzolun özü. Elə. Bax Mahirə. Bir var benzol. Bir də var uşaqlar onun homoloqları. Məsələn, metil benzol, nə bilim, tutaq ki, etil benzol. Uşaqlar bir dənə fikir verək, artıq onun homoloqlarında karbon atomlarında sp3 vəziyyət var. Deməli, benzol sıra karbohidrogenlərdən yalnız benzoldur ki, bütün karbon atomları qalanlarında sp2 ilə bərabər nə də var? SP, Aysa. İndi tapdıq ki, Y benzoluymuş. Yəni C6H6. Molekulda karbon yazıram bura 6. Deməli, N də bərabərdir 6. Yoldaşlar, onda N'im 6 olan alkan C6H14. Deyir ki, X və Y molekulunda sigma rabitələrin fərqini. Yoldaşlar, bu alifatik karbohidrogendir. Sigma rabitələrin cəmi atomların cəmindən 1 çıxırıq. Neçə eləyir? 19. Y isə siklik karbohidrogendir. Sigma rabitələrin cəmi ilə atomların cəminə bərabərdir. 6 plus 6, 12. 19-dan da Mahirə 12-ni çıx. 7. Bu da qəbul sual. 4-cü qrupdur məncə. Aydındır. Belə. Ekran kaydımızı dayandıraq. Həqiqətən